Salam, hər vaxtınız xeyir olsun. Bugün birinci hissə DİM test toplusu 2025-ci ilin nəşrindən məməlilər sinifinin testlərinə baxacağıq. Bundan əvvəlki videoda 50-ci suala qədər baxmışdıq. 51-dən davam edək. Yarasanın uçma pərdəsinin əmələ gəlməsində ətrafların neçə barmağı iştirak etmir, arxa tərəfində 5 barmaq olduğunu nəzərə alsaq. Yarasanın ümumi barmaqlarının sayı 20 ədəddir. Uçma pərdəsinin əmələ gəlməsində təkcə ön ətraf iştirak eləyir. Ön ətrafın 5 barmağının 4-ü iştirak edir, bir dənəsi qanadın əmələ gəlməsində iştirak etmir. Ona görə 4 bu ətrafda, 4-ü digər tərəfdə edəcək 8-i. 8-i iştirak edir, 12-si iştirak etmir. Burada da soruşur ki, neçə sərbəst barmağı var? Yəni sərbəstdir, qanada bitişməyib. Elə 12-si olacaq. 53. Yarasanın qanadlarının dəri pərdəsinin əmələ gəlməsində ətrafları neçə barmağı iştirak edir? Dedik ki, 8-i iştirak edir, 12-si iştirak etmir. 54. Ətrafların sayı minimal olan məməli. Ətrafların sayı minimal olan, az olan məməli olacaq balina. Çünki balinada arxa ətraflar yoxdur. Arxa ətrafın sərbəst hissəsi ümumiyyətcə yoxdur, qurşaq hissəsi isə rudiment halında qalıb. Amma digərlərində hərəsində 4 ətraf var. Ən az olan balina olacaq. 55. İnkişaf etmiş barmaqlarının sayı minimal olan məməli. Barmaqların sayı minimal olan at olacaq. Çünki atda təbii seçmə nəticəsində barmaqların sayı azalıb, 5 barmaqlı ətrafdan 1 barmaqlı ətrafa keçid etmişdir. 1-ci və 5-ci barmaqları itib, 2-dən 4 rudiment halında qalıb, təkcə 3-cü barmaq inkişaf edib. Ona görə barmaqların sayı ən az olan at olacaq. Doğru cavab B bəndi. 56-ya baxaq. Məmələrin baş beyninin hansı şöbələrinin səthi qırışlıdır? Məmələrin baş beynində hansı şöbələr var? Uzun sol beyin, orta beyin, ara beyin, beyincik, böyük beyin yarımkürələri. 5 dənə şöbəsi var. Bunlardan səthi qırışlı olan böyük yarımkürələr və beyincikdir. Şəklinə baxsınız dərslikdə. Görəcəksiniz ki, böyük yarımkürələrin və beyinciyin səthi qırışlıdır. 57. Su iti məməlidir. Deyir, qəlsəmələr var. Qəlsəmələr balıqda olur. Bunda A cəllərdir su itidə. Tüləmək üçün quruya çıxır. Düz deyir. Su iti tüləmək üçün quruya çıxır. Ümumiyyətlə, su iti yarımsu həyat tərzi keçirilən məməlidir. Tüləmək üçün, yəni tükünü dəyişmək üçün, çoxalmaq üçün quruya çıxır. Doğru cavab B olacaq. Digərlərinə də baxaq. Yumurta qoymaqla çoxalmır su iti, diri bala doğur. Hərəkət orqanı quyruq üzgəci. Bu üzgəclər balıqlarda olur, su itində yoxdur. Suda çoxalmağa mümkün deyil. Çoxalmaq üçün quruya çıxmalıdır bu. 58. Cədvəldə 3 məməli heyvanın əlamətləri verilmişdir. Cədvəllər əsasən hansı mülahizə doğrudur? 3 canlı verilib X, Y, Z. X diri bala doğma var bunda. Ayaqda üzmə pərdəsi yoxdur, qarnında dəri kisə var. Dəri kisə varsa, deməli bu kisəli məməlidir. Ola bilər opossum, kisəli sıçan, kenguru. X canlısının süd vəzləri yoxdur, deyir. Ümumiyyətlə bu cədvəli verməsə belə, elə bir məməli heyvan varmı süd vəzisi olmasın? Yoxdur. Bəndi başdan səhvdir onsuz da. X canlısı Avropada geniş yayılıb. Avropa olmaz. Kenguru, opossum, bu cür heyvanlar əsasən Avstraliyada geniş yayılmışdır. Yəni 90% Avstraliyadadır. Y bəndi səhvdir. Y diri bala doğması var. Ayaqda üzmə pərdəsi var. Qarnında dəri kisəsi isə yoxdur. Y canlısını yumurta qoymaqla çoxalır, deyir. Bax, Y-ə yazıb ki, diri bala doğma var. Diri bala doğma varsa necə yumurta qoymaqla çoxalsın? Elə cədvəlin özündə cavab verilib. Bu səhvdir. Z-də diri bala doğması yoxdur. Ayaqda üzmə pərdəsi var, qarnında dəri kisə yoxdur. Bizim ağlımıza gəlir ilk məməlilər. Ördək burun. Çünki ördək burunda ayaqda üzmə pərdəsi var. Diri bala doğmur, yumurta qoyur. Dəri kisə də yoxdur. Bu ördək burundur.
Z canlısının, yəni ördək burunun plasentası yoxdur deyir. Plasenta ördək burunda yoxdur. Düz deyir. A bəndi doğrudur. Z canlısının kloakası yoxdur. Səhv deyir. İç məmələrdə kloaka olur. B bəndi yanlışdır. Doğru cavab A olacaq. 59. Tənəffüs prosesində havada olduğu oksigen qazının həcmi 20%-dir. Məməli göstərilib itdi. Havada olduğu oksigen qazının həcmi 20-dir. Qana keçən oksigen həcmi 500 ml-dir. Udduğu havanın maksimum həcmi x litrdir. Maksimum həcmini istəyirsə də biz deməli burada minimumdan məməlilər bilirik ki, udduğu havadakı oksigenin 20-25%-dən istifadə edir. 20-25. Maksimumunu istəyirsə biz minimumdan 20%-dən hesablayaq ki, cavab maksimumdan alınsın. Mən burada istəyirəm birinci 60-cı sual eləyim, sonra 59-a gedim. Çünki burada 20%-dən hesablasam sizin başınız qatışacaq. O 20%-lə cədvəldə verilən 20%-i qarışdıracaqsınız. Birinci 60-a baxaq. Minimum həcmi deyir. Başa düşdük ki, minimum deyirsə maksimum hesablamalıyıq 25%-lə. Qana keçən oksigenin həcmi 500 ml-dir. Deməli 500 ml-imiz rəngi dəyişim. Deməli 500 ml-imiz, yəni qana keçən oksigenimiz 25%-dir. 25%-dir. Bəs ümumi oksigenim nə qədərdir? Yəni 100%-im nə qədərdir? Bilmirəm, x-dir. Buradan x bərabərdir. 500-ü 100-ə vurub 25-ə böləndə burada qalacaq 4. 4-ə 500-ə vuranda 2000. 2000 eləyir də. 2000 oksigen. Məndən ümumi havanın həcmini istəyir. Udduğu havanın maksimum həcmini istəyir. Bu 2000 oksigen neçə faizdir? 2000 oksigen 20%-dir. 60-a baxırdıq. 2000 oksigen 20%-dir. Deməli, mən onda yazmalıyam. 2000-ə 20%. Udduğu havanın ümumi həcmi bəs nə qədərdir? Yəni 100%-imiz nə qədərdir? X qədərdir. Buradan x bərabərdir olacaq. Yazaq da 2000-i 100-ə vurub 20-yə böləndə edəcək 10.000. 10.000 millilitr. 10.000. Amma 10.000 olmayacaq, çünki bizdən cavabı litrlə istəyir. 10.000-i gərək biz minə bölək ki, millilitri, yəni litrə çevirək. 10.000-i minə böləndə edəcək 10. Doğru cavab B bəndi. 59-da isə biz hesablayacaq 20 ilə. 5.000-i 100-ə vurub 20-yə böləndə 2500 mi edəcək? 2500. Burada da 2500. Buradakı 20 dəyişməyəcək. Buradakı 20 cədvəldəki 20-dir. 2520 100x. 100-ü 2500-ə vurub 20-yə böləndə neçə edəcək? 12500. 12500 edəcək. Bunu da 1000-ə böləndə 12,5. 12,5 maksimum, amma 10 minimumdan almış olacaq. Bunu yadınızdan çıxartmayın. Maksimum soruşursa minimumdan hesablayayım ki, cavabı maksimum alım. Minimumu soruşursa maksimum hesablayayım ki, cavabı minimum alım. 61. Ev atının əcdadı. Ev atının əcdadı tarpandır. Tarpan, ev atının əcdadı. Doğru cavab C bəndi. 62. Verilənlərdən hansılar yalnız məməlilərə aiddir? Yalnız məməliyə aid olsun. Yalnız sol artıq qövsünə malik olmaq. Yalnız məməliyə aiddir. Sabit bədən temperaturu quşlarda da var. Sağ artıq qövsü quşlarda da məməlilərdə deyil. Əzələvi diafraqma yalnız məməlidədir. Qulaq seyvanı yalnız məməlidədir. Diri bala doğmaya malik olmaq yox təbii ki. Adi gürzə, məsələn, sürünənlərdən diri bala doğur. Skatların əksəriyyəti diri bala doğur. 1, 4, 5 doğru cavab olacaq. 63. Məməlilər üçün səhv mülahizə.
Əksəriyyətində beyincik zəif inkişaf edir. Məmələrdə beyincik yaxşı inkişaf edib. Hamısında diafraqma var. Bizə nə istəyir? Səhv istəyir. Ona görə gəlin belə eləyək. Əksəriyyətində beyincik zəif inkişaf edir. Səhv. Hamısında diafraqma olur. Doğru. Süd vəzləri var. Doğru. Hamısında balalıq olmur. Səhv. Kisəli məməlidə yoxdur. İç məməlilərdə balalıq olmur. Rüşeymdə kloaka. Bəli, embrional dövrdə rüşeymdə kloaka olur. Düzdür. Hamısı quru heyvan deyil axı. Su heyvanları var. Kaşalot, balina, delfin, yarım su heyvanları, su iti, mor. Səhvdir yəni. Bizdən də səhvi istəyir. Ona görə səhv olacaq 1, 4 və 6. 64. Məməlilər üçün doğru olan mülayizələr. Bunun əksidir deyəsən. Doğru olacaq 2. Hamısında diafraqma olur. Süd vəzləri var 3. Bir də 5. Rüşeymdə kloaka var. 65. Bütün kürək ayaqlar və balina kimilər üçün ortaq cəhətdir. Kürək ayaqlar və yaxud pərayaqlar, bir də balina kimilər. Tük örtüyünün reduksiyası. Balina kimilərdə var tük örtüyünün reduksiyası, amma pərayaqlardan su itidir, morjdur. Bunlarda tük örtüyü reduksiya olunmayıb. İkisi üçün ortaq deyil. Qalın dəraltı pi qatı bu ortaqdır. Suda yaşamaqla əlaqədar bunlarda bir uyğunlaşmadır. Avantajdır ki, soyuğa qarşı dərilərin altında qalın pi qatı əmələ gəlir. Gəlib. 3. Diri bala doğma və balanı süddən bəsləmə. İkisində də var. Quru mühiti ilə əlaqənin tam itməsi deyirsə də, bu balina kimilərdədir, amma kürək ayaqlardan su itidir, morjdur. Yarım su. Yarım su həyat tərzi keçirdirlər. 4 olmaz. Çoxalma zamanı quruya çıxırlar. Yox. Çoxalma zamanı quruya çıxmaq da olmaz. Çünki yarım su həyat tərzi keçirdənlər, kürək ayaqlar çoxalanda quruya çıxırlar, amma balina kimilər heç vaxt quruya çıxmırlar. Doğru cavab 2 və 3. 66. Şəkildə göstərilən ürək quruluşuna malik heyvanın aid olduğu sinfin nümayəndələri üçün xarakterik deyildir. 4 kameralı ürək verilib, ya quşlara aiddir, ya məməlilərə. Biz burada nəyə baxmalıyıq? Sol mədəcikdən hansı aorta qövsü çıxır? Sol mədəcikdən əksinə belə sağ aorta qövsü çıxır. Deməli, bu quşlar sinfinə aid olmalıdır. Xarakterik deyil soruşur. Qırışlı qabıqla örtülmüş beyin yarımkürələri xarakterik deyil quşlara. Vəzili və əzələli şöbələrdən ibarət mədə aiddir. Qalıq halında olan 3-cü göz qapağı məməlilərdədir, bunlarda deyil. Çin quşağında 3 sümük müxtəlifi, kürək, körpücük, qarğa aiddir. Sağ yumurtalığın reduksiya uğraması aiddir. Əzələli diafraqma məməlilərdədir, quşlarda deyil. Xarakterik olmayacaq 1, 3 və 6. 67. Eyni şəkildə quşlar üçün hansı xarakterik deyil? Sidik kisəsinin olmaması xarakterikdir. 2 qat tənəffüsün olması xarakterikdir. Hər gözdə 3 göz qapağı plus Çin quşağında 4 ədəd sümük, 4 ədəd mi olur? 6 ədəd olur. Bu səhvdir. 2 ədəd kürək, 2 körpücük, 2 qarğa. 6 ədəd oldu. Sol aorta qövsü aid deyil. Qulaq heyvanına malik eşitmə orqanı aid deyil. 4, 5, 6. Qulaq heyvanına xarici qulaq keçəcəyini qarışdırmayın. Qulaq heyvanı yalnız məməlilərdə olur. Amma xarici qulaq keçəcəyi həm məməlidə, həm quşlarda var. 68. Şəkildəki yetkin orqanizmlər üçün oxşar əlamətləri müəyyən edin. İtlə göyərçin göstərilib. İnkişaf etmiş qırpma pərdəsi inkişaf eləmiş göyərçindədir. Oxşar deyil. Ürək boşluğuna 2 cür qanın daxil olması, ikisində də arterial venoz qan daxil olur. İxtisaslaşmış dişlər göyərçinin dişi yoxdur. Borulu sümüklər ikisində də var. Tük örtüyü ikisinə də aid deyil. Xarici qulaq keçəcəyi ikisində də var. 2, 4 və 6 doğru cavab olacaq. 69. İstiqanlı heyvanlar üçün hansılar ortaq xüsusiyyət sayıla bilər? İstiqanlı heyvanlar məməlilər və quşlardır.
Bunlar üçün hansı ortaqdır soruşur. Ziqotun tam parçalanması. Bu olmaz. Çünki məməlilərdə bölünmə, ziqotun parçalanması tam bərabər gedir, amma quşlarda qeyri-tamdır. Üşüyüm diski nüvə ilə bir yerdə parçalanır. Postembrional inkişafın düzgün olması ikisində də var. Yönəldici cisimciklərdə Y cinsi xromosomunun olması. Yönəldici cisimciklərdə, deməli, məməlilərdə XX-dir. Amma quşların dişilərinin xromosom dəsti XY-dir. Quşlarda ola bilər yönəldici cisimcikdə Y cinsi xromosom, amma məməlilərdə ola bilməz. Üçü də ortaq deyil. Üçüncü göz qapağının olması yalnız quşlarda, məməlilərdə rudiment haldadır bu. Daxili skeletə malik olma ikisinə də aiddir. Mezozoy yarasında əmələ gəlmələri, mezozoy yarasında əmələ gəlir ikisi də. Baxın, ilk məməlilər triasda əmələ gəlib. Trias mezozoy yarasının dövrüdür. Əsl quşlar da təbaşir dövründə əmələ gəlir. İkisi də mezozoy yarasında əmələ gəlir. 2, 5, 6 doğru cavablardır. 70. İstiqanlı heyvanlar üçün hansılar ortaq xüsusiyyət sayıla bilər? Yəni quşlar və məməlilərin ortaq xüsusiyyətini tapmalıyıq. Ürəklərində 2 növ qanın olması, ikisində də arterial və venoz qandır. Diafraqmanın olması yalnız məməli, plasenta yalnız məməlilərdədir, pəncə hücrəsi yalnız quşlardadır. Ürəklərinin sağ hissəsində venoz, sol hissəsində arterial qanın olması ikisində də, çünki ürəklərinin sağ və sol tərəfi arasında tam arakəsmə var. Yəni arterial venoz qan bir-birinə qarışmır. Sağda venoz olur, solda arterial qan olur. Daxili mayalanma ikisinə də aiddir. 1, 5, 6. 71. Döş qəfəsi 34 sümükdən ibarət məməlidir. Maksimum neçə qabırğa ola bilər? Döş qəfəsi hansı hissələrdən ibarətdir? Döş qəfəsinə aiddir. Döş sümüyü, pilos, döş fəqərəsi, bir də qabırğalar. Döş qəfəsində 34 sümük var. 34 bərabərdir. Döş sümüyü bircə dənə olur. Bir ədəd döş sümüyü olur. Döş fəqərəsi ilə qabırğalarda necə olur? Döş fəqərəsi X olanda qabırğalar 2X olur. Çünki döş fəqərəsinə yanlardan 2 ədəd qabırğa birləşir. Bu X-dirsə qabırğa 2X-dir. 33 bərabərdir 3X, X də bərabərdir 11. Bizdə nəyi soruşur? Qabırğanı soruşur, yəni 2X-i. 11-i 2-yə vuranda edəcək 22. Döş qəfəsi 40 sümükdən ibarət məməlidir. İndi də olacaq 40 bərabərdir. 40-dan 1 çıxanda 39 bərabərdir 3X. X bərabərdir 13. Elə döş fəqərəsini istəyir, yəni X-i istəyir. Edəcək elə 13. 73. Sxemə saysən, bunların cəmini hesablayın. Boyun fəqərəsi 7 ədəddir məməlilərdə. Onurğa şöbəsi, boyun, döş, bel, oma, büzdüm 5 ədəddir. Ürək kamerası 4 kameralıdır. İfrazat sistemi orqanı. 2 böyrək, 2 sidik yaxarı, 1 sidik kisəsi, 1 sidik kanalı 6 ədəd etdi. Bunların cəmi 10, 17, 22. 22. 74. Venn diaqramında göyərçin və yarasa göstərilib. Beyin yarımkürələri qırışlı qabıqla örtülən yarası olacaq. Yarasa məməlidir. Ultrasəslər buraxan yarası olacaq. Döş əzələləri güclü inkişaf edib. İkisində də güclü inkişaf edir. Pəncə hücrəsi göyərçində olacaq. Ön ətrafı qanada çevrilən hər ikisində olacaq. 1-ə D, 2-ə C, 3-ə A və B. 75. Deməli, burada 1 ilə göstərilən heyvanda, bir də həm qanadı olmalıdır, həm də tük örtüyü olmasın. Məsələn, yarasa tük örtüyü var. Burada ola bilər qu quşu ilə pingvin. İkisi də quşdur, qanada malik, tük örtüyü də yoxdur.
D ilə yenə çıxaq. 2. Plasentası var, həm də qanada malikdir. Artıq bu ağlımıza gəlir, yarası ola bilər. Çünki məməlidir, plasentalı məməlidir, qanadı da var. 3-də tük örtüyü olmasın, plasentası olsun. Ördək burunun sıx tük örtüyü var, olmaz. Ona görə, hə də ördək burunun sıx tük örtüyü var, olmaz. Olacaq 3-ə də C. Delfin. 76. Bir silik kanalı var, həm də su heyvanıdır. Elə balinada silik kanalı var, həmçinin su heyvanıdır. Bir də su iti. Balina su iti, su heyvanıdır, silik kanalı var. 2-də aynen yeni çıxaq. Döş tili var, həm də silik kanalı var. Deməli, döş tili varsa da, həm də silik kanalı varsa bu yarası olacaq. C bəndi. Burada döş tili var, həmçinin su heyvanıdır. Həm döş tili olsun, bu pingvin olacaq B bəndi. Çünki pingvin quşlar sinfinin nümayəndəsidir. Onda döş tili var, həmçinin suda yaşayır. Amma sümbülqıran heç birinə aid olmadı. 1-ə A, Y, 2-ə C, 3-ə B. 76 sonuncu sual imiş. Testlərin sonuna gəldik. Ümid edirəm ki, testlərim sizin üçün faydalı olur. İzləyib öyrənə bilirsiniz. Əgər hər hansı bir sualınız, iradınız, təklifiniz varsa da şərhlərdə yaza bilərsiniz. Sağ olun.